Əziz dostlar, qaldığımız yerdən yenidən davam edirik. Dediyim kimi, DVSC Pionik İrəvan görüşündə Macaristan təmsilçisi qələbə qazanaraq və Ermənistan təmsilçisi bəti yoluna yolu kəsdilər. Ümid edirəm ki, ölkə xalqına bizə çox lazım olacaq DVSC-nin qələbəsi. Ermənistan təmsilçisi bilirəm ki, 3-3 bəfta Avropaya əldə eləyər. Polisiya Kopenhagen görüşünə gəldiyimiz zaman isə Kopenhagenin qələbəsini istəyərəm. Ukrayna xalq qazanmaz. Evet, keçmək lazımdır. Ölkə xalqına qabağa getmək lazımdır. Varazdin Jablonets RFS Vestri görüşündə artıq RFS qələbə qazanmışdı böyük hesablı. Varazdin Jablonets görüşündə Jablonets uğurlayacaq. Rijeka Derestis Jana Lives görüşü ilə də birlikdə olacaqlar. Twente Ferenc Varoştak Velez görüşü var. Twente Ferenc Varoş'un uduzanı Dajdak Velez görüşünün qalibi ilə birlikdə olacaqlar. Burada Varazdin Jablonets görüşü Avropa Ligasındaydı mı? Bir dənə baxım ona. Varazdin Jablonets. Varazdin Jablonets klubu Konferans Ligasındaymış. Evet, yenidən birlikdə onlara qataq. İkinci Çensifanın Konferans Ligasına başlayacaq. Zillə 2-1 Kotovalis görüşündə Serbiya artıq qələbə qazanmağa çox yaxındır. Ronavik 0-2 Koper Fararları Sloveniyaya uduzmuşdu. Unikluş Çiçibran görüşü oldu. Nələr olacaq görüşlərə. Şikenya 1-2 hesabıyla Bravo'ya məğlum olmuşdu və bu həftə Şikenya'nın qələbəsini istəyərik. Dilan oldu Apollon görüşündə isə Gürcüstanın qələbəsini çox istəyərəm. Ümid edirəm ki, adı oyun səfərdə olacaq, amma dediyim kimi, həmişə dedim bunu, yenə deyəcəm. Gürcüstan əgər uzazağı təqdir elə Dilan klubu qələbə qazanır buduzsun. Ölkə xalı yazsın Gürcüstan adına. Vaduz Eskaldes görüşündə bu həftə Vaduzda qələbə qazansın, Liechtenstein adına daha bir 1000 xalı gələcək. Derestin 0-1 Rijeka görüşü var. İrlandiya, Xorvatiyada İrlandiyaya qələbə qazanmasını istəyirik. Bosna Hersek Slovakiya görüşündə Velezə uğurlar arzulayaq. Bosna Hersek inşallah xalq qazanar. Batisyon görüşündə isə heç nə deyə bilmərəm. Hər ikisi də bizə nə yaxındır, nə uzaqdır. Yəni bizə lazım deyil hər ikisi görüşdə. Santa Coloma Rapid görüşündə isə Andorra təmsilçisi Santa Coloma'ya uğurlar arzulayaq. İnşallah niyə də olmasın ki, qələbələri onların Astria adına xalsız gəlsinlər. Evet, ancaq mən bunlara danışacağıq. Dediyim kimi, həftə Konferans Ligasının bu arada bu günləri dediyim kimi canlı birlikdə olacaq axşam YouTube'da. Bugün axşam olacaq bu görüşdə Apollon Dila, Riga Varda, CSKA Sofia. CSKA 1948 Sofia Spartak Trnava görüşündə, Tesa Floriana görüşündə birlikdə olmaq ümid edək. Hələlik özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Bu arada dostlar, YouTube kanalımıza abunə olub, like atmağı da unutmayın. Biz keçək ondan əvvəlin digər hissələrini yükləməyə.